olmaq, Peyğəmbər dostu olmaq, Peyğəmbərin yanında olmaq sığortalamır adamı. Çünki sığortalasaydı Nuh və ailəsi və digər Peyğəmbərlər, onlar da sığortalanardı. Çünki hamısı Peyğəmbər. Deməli, son nəfəsə qədər salih əməllərlə bəndə məşğul olmalıdır, iman şərti ilə. Bax, gələk digər bir Peyğəmbərin ailəsinə. Yaqub Peyğəmbər və onun ailəsi. Yaqub Peyğəmbər Allahın hüccətidir ya yox. Allahın hüccəti, Allah seçib onu. Yusuf Peyğəmbərdən qabaq Peyğəmbər kimdir? Yaqub əleyhissalam. Bu Peyğəmbər uşaqlarına tərbiyə verib, bir ata olaraq. Bir Peyğəmbər olaraq uşaqları onun üçün nə sayılır eyni zamanda? Səhabə sayılır da, səhabəsi sayılır. Peyğəmbər onları öyrədə bilir, biz belə fikirləşməliyik, bəli. Peyğəmbər öz vəzifəsində heç bir zaman qüsur nöqsana yol vermir. İndi onlar Peyğəmbərin həm evin içində yatır durur Peyğəmbərlə bir yerdə. 10 neçə dənə uşaqdır. Və saçlı, başlı, ağsaqqal kişilərdir. Yəni 5-6 yaşında uşaqlardır. Ən balacası Yusuf olub. O birisilər hamısı yekə kişidir. Peyğəmbərlə bir yerdə yatıb dururlar. Həm Peyğəmbərin belindən dünyaya gəliblər. Halalla və Peyğəmbər tərbiyəsi görüblər, ata tərbiyəsi görüblər. Hər şey Peyğəmbər qüsur nöqsana yol verməyib. İndi Peyğəmbərin evində yatmaq, Peyğəmbərin çörəyin yemək, Peyğəmbərin suyun içmək, Peyğəmbərə səhabə olmaq sığortalayırmı bunları cənnətə gedəcəklər? Görək bunlar Peyğəmbərin haqqında nə fikirləşirlər? Deməli, Yusuf surəsində 8-ci ayə. Uşaqlar, o Yusufdan başqaları hamısı qısqanclıq hissi keçirdirlər. Nə deyirlər? Və axuhu əhəb ilə əbinə. Yusufun qardaşları belə bir söz deyirlər ki, deməli, o uşaq bizim atamıza bizdən daha sevimlidir. Atamız onu bizdən daha çox sevir. Ay uşaq, birincisi bu Yaqub əleyhissalam kimdir? Peyğəmbər. İkinci kimdir? Aton. Həm ata olaraq, həm Peyğəmbər olaraq bu tərəf tutarmı səhv? Əgər ədalətsizlik eləyirsə, o Peyğəmbərdir. Uşaqlar atanı nədə ittiham eləyirlər? Ədalətsizlikdə. Yaqub ədalətsiz. Nəuzu billah. Peyğəmbərin çörəyin yiyib axıbılar. Peyğəmbərin evində yatıb durub, Peyğəmbər bunların üstünün yorğanını örtüb. Çimizdirib, təmizləyib, paklayıb, geyindirib, yedirtib, içirdib. Bunlar niyə belə olsunlar? Deməli, Peyğəmbər oğlu olmaq, Peyğəmbər çörəyi yemək, Peyğəmbər evində yatıb durmaq adamı paklamır. Həm səhabədirlər, həm oğuldular. Atanı ədalətsizliklə ittiham eləyiblər. Yaqub ədalətsizdir. Uşağa çox meyl eləyir, bizə eləmir. Ardı. İnnə əbənə ləfi dalalin mubin. Bizim atamız açıq-aşkar zəlalətdədir. Ata və Peyğəmbər. Peyğəmbərə nə deyirlər? Zəlalət əhlidir. Peyğəmbər. Peyğəmbərin evində böyüyən Peyğəmbərə nə deyir? Dalalin mubin. Mubin açıq-aşkar deməkdir. Dalal azğınlıq deməkdir. Azğınlığın hansı mənası olur olsun, Peyğəmbərə bu sözü deməzlər. İndi bu sözü deyən imandan deyir ya imansızlıqdan deyir? İmansızlıqdan. Yusuf'u atırlar quyuya.
Peyğəmbər oğlu, qardaşın qatili. Əlləri gəlmir öldürməyə, atırlar qoyuya ki, qoy quyuda ölsün. Onu sağ qalmaq üçün verərdilər bir karvana, satırıq. Heç olmasa qul kimi sağ qalsın. Amma ac, susuz quyuya atmaq uşağı bu Peyğəmbər tərbiyə verməyib mi bunlara? Verib ya verməyib? Verib. Bir səhabə kimi bunları moizələrində qidalandırmayıb mı? Qidalandırıb. Uşaqlıqdan, pak insandan bunlar dünyaya gəlməyib, gəlib. Bəs niyə balaca bir tifil uşağın qatilinə bunlar? Olmamalıdır belə şey. Çünki bunlar Peyğəmbər oğludur. Peyğəmbər çörək yiyiblər. Peyğəmbər səhabəsidirlər. Bunlar belə şey eləməz. Allah dürüylədi də atdılar qoyuya. Yaxşı, səhvdir də eləyiblər. Sonra peşman olublar. İndi gəlin uzun illərdən sonra, diqqət edin, mən bunu çatdırmaq istəyirəm. Əvvəl Yusif uşaqdır. İllər keçir, Yusif gəlir, olur Misirin nəyi? Əzizi, şahı, padşahı, böyücü rəhbəri, nüfus sahibi. İl qeyd olunmur, Yusifin neçə yaşı var burada, amma bəllidir ki, adam dövlət idarə eləyə bilir. Türmə görüb, türmədən çıxıb və s. ilə axır. Yəni, yetişmiş bir cavan, deyək bir 20 yaş. Az deyə bu, mən deyirəm 20 yaş. 20 ildən sonra bu uşaqlar ki, dədələrinə, atalarına dalalin mubin, kişinin başı çatmır. Azğın yoldadır, o bizi kimi qanmır. Fikirdən dönüblərmi? Deməli, Yusuf Peyğəmbərin yanında qardaşları nə deyir? Qalu, təllahi, diqqət eləyin, and olsun Allaha, innəkə ləfi dalalikəl qədim. Sən yenə də o keçmiş zəlalətində elə qalmısan. And olsun Allah. Peyğəmbərə deyirlər bu sözü. Allah və Rəsulü 2 nəfər var. Vəssalam. Allahın adını tutur, deyir, and olsun Allaha, sən yenə də elə qanmırsan ki, qanmırsan. Neçə ildən sonra? 20 il, daha artıq. Bu imandandır bu. Bir tövbə eləyin, bəs Peyğəmbərin mucizələri bunlara təsir eləmir? Eləmir, qardaş. Peyğəmbər öz vəzifəsini yüksək səviyyədə yerinə yetirir. Amma tərəf nədir? Qəbul eləmir. Nə olsun onun belindən dünyaya gəlib, suyun içib, yeməyin yiyib, paltarın giyib, tərbiyəsini alıb, ətrafında olub, adamı sığortalamır. Gör, neçə ildir eyni təfəkkürdə Yaqub Peyğəmbərin evladları atalarına deyir, dalalin mubin, 20 ildən sonra da dalalin qadim, köhnə zəlalətində hələ də çapalayırsan sən. Çıxmadın sən.